İndi mən Avropa ölkələrini müqayisə edirəm, misal gətirirəm. Avropa ölkələrində vaksin vurulmur, Vahid müəllim. Orada Xəstəlik tutulan heyvanlar öldürülür. öldürülür, mütləq. Süvən, ha. Ləğv edir. Bəli, bəli. Ləğv edir. Heyvan sonra dərhal öldürürlər, onu müalicə eləmir. Çünki onun verəcəyi fəsad daha çox ciddi şeylər yarada bilər. Nəinki onun öldürülməsi. Bəli, bəli. Bir heyvan tutdusa dərhal vermirlər. Yəni nə vaksinə pul vermirlər, nə həkimlərə pul vermirlər. Şpris 70 Həm də o ocağı ocağı məhv edirlər. Ona görə də orada təkrar belə hallar Olmur. çox nadir hallar. Nadir hallarda olur. Hə. İndi bunlar Avropa ilə müqayisə edilir. Ala bu da sənə Avropa. Bəli, bəli. Bəli, doğru. Öldürür qardaş. Avropa deyir ki, mənə lazım deyil bu heyvanı. Öldürün qardaş. Hə. Allah şükür istehsal eləyirəm də, imkanım var. Mütəxəssislərim var. Bu dabaq ciddi xəstəlikdir. Çox Ciddi xəstəlikdir və təəssüflər Ağız olsun ki, suyundan, tükündən, indi deyirsiniz, Bəli. südündən, qatığından, Bəli. qaymağından hamısından Bəli, keçir. keçir. Və Əli vurmaqla keçir. bunlar bunu biləni var. Bunların içində bunu biləni var. O bilən də susur. Deyirəm də indi aradan Qorxudurlar çoxsu. Deməli 50-60 ilin baytarını işdən çıxardıblar Bəli. ki, sənin yaşın çoxdur. 70 yaşın var. Sən get. Yerinə götürüblər 70 yaşında başqa bir sahənin adamı gətirib qoyublar. Tamamilə doğru. İndi doktor deyir ki, Vüqar müəllim, mən deyirəm yaxşı, problem deyil. Mənim 70 yaşım var, mənim yaşım olmaz, çatmır. İşdən çıxartdınız mən. Aha, bildim. Allah evuzu yoxdur. Heç olmasa mənim yerimə baytar qoyun. Da niyə baytar qoymusunuz bura? Bu nəyə niyəcək? Və həmin adamlar da gətiriblər, hərə öz adam. Qanmır ha, baytarlıq nə deməkdir? Gətir deyirsən, mən xal oğlum, sən bibi oğlum, sən döy oğlum. O qoydun vəzifə, yığ, ye, iç, kef elə. Bu da nə edir? Lerişdən məlumat verdim mən. Kəndlərin adını sərmişəm. 1000 baş heyvan olan heyvana 5000 baş yazıblar vaksin. 750 baş kənddə mal var, mal. Bunun yazılı 1750 baş. Heyvanı 5 dəfə artırıblar, 1000-dən 5000-ə qaldırıblar. Pul silirlər. Pul silirlər. Hamısı pul silir. Pul silir. Silməyə o qədər yaxşı. Bunlar o deterjan deyirlər. O deyir ən yaxşı da bunun bingo sayəsində sildim, ağappaq oldu. Bunlar silgiyə o qədər yaxşıdırlar. Silirlər, izi də qalmır. Evet. Zalim uşaq zalim elə bu anadan gəlmə silgi işinə məşğuldur. O sahəni çox gözəl bacarırlar, çox gözəl bilirlər. O bacarıqlarına görə də görünür olaraq axtarıb tapırlar. Deyirlər ki, mənə nə fərq riyaziyyat müəllimidir və yaxud da aqronomdur. O pulu nəqd eləyib mənə verə bilsin. Əsas o göstəricidir. O rüşvəti alıb mənə gətirə bilsin. Nə bilim, korrupsiyada məşğul ola bilsin. Təəssüflər olsun ki, yanaşma budur. Ona görə də ölkə uçuruma gedir. Ölkə uçuruma gedir. Çox ciddi şəkildə. Mən ən çox narahat edən budur ki, Bəli. burada bir xaos yaransa, bayaq bir məlumat da aldım. İndi əslində onu demək istəmirdim, amma məsələn mən məlumat aldım ki, paralel yapılar var burada. Onların birinin içindən bir nəfər gəlmişdi, məndən görüşdü bayaqlarım. Paralel yapılar var. Bunların Ramiz Mehdiyev səviyyəsindən daha yüksəkdədirlər. Yəni Ramiz Mehdiyev acaba bugün dövlət çeviriş eləmək cəhd edirdisə, yəni bu yapılar Ramiz Mehdiyevdən daha güclüdürlər. Yəni Ramiz Mehdiyev o Hacı Məmmədovun bir məhkəmədə bir yaxşı sözü vardı. Barmağını belə göstərdi. Dedim mən buyam. Hacı Məmmədov ha. Bax kiçik barmağını göstər. Dedi mən buyam. Ali açıqlama vermə hətta. Yəni dedi 5 dənə qrup var. 5 qrupdan biri mənəm, kiçik mənəm. Ya mən kiçik mənəm bu qədər eləmişəm. Gör indi bunlar nə edirlər? Tamamilə doğru, bəli. İndi burada da deyir elə yapılar var ki, biz hara deyə gedirsən get, sıxıntın yarandısa, dərhal zəng edirsən. Hər yerdə adamlar var ki, mən gəlmişəm buradayım, adamı dərhal deyir, çıx orada məsələn icra başçı ikinci mavini, birinci mavini bizim adam, çıx ona. Çıx o gedirsən hara prokurorluq ora, polis ora, hər yerdə adamlar var. Hər yerdə. Mafiyadır. Əməlli başlı mafiyalar var ölkədə. Dövlət içində Və o günü mən bilmirəm siz izlədiniz, deyəsən Göygöldəydi də, əli avtomatlı, maskalı. Bəli, bəli. Vətəndaşın fermasından 62 baş heyvanı oğurlayıb aparırlar. Əlində avtomat. Əslində əlində avtomat o deməkdir ki, bu silahlı qruplaşmadır. Bəli, bəli. Qanunlaşdırılmış. Qanunləşdirilmiş və yaxud da arxasında dayanılan bir silahlı qruplaşmadır. Bəli. Bu adamlar rahat şəkildə hərəkət edə bilər, maska taxıcı üzü tanınmasın. Əlində avtomatla sərbəst şəkildə gəlib heyvanı götürür, aparır. Yəni bu ölkənin gələcəyin adamı narahat edir ki, bu şeylərlə, bu statistik rəqam, birinci, mən hesab edirəm ki, statistika komitəsinin rəhbəri həbs olunmalıdır. Yalan informasiya verdiyinə görə. Bu cinayətdir. Aldadırsan hamını. İkinci, baş sayları. Məsələn, seçki ilə bağlı bizim müəllim dostlarımız vardı. Deyirlər ki, məsələn, əhalinin siyahıya alınması ilə bağlı bizə deyirlər, müəllimlərə deyirlər ki, əhali siyahıya alın. Halbuki, seçki komissiyası dövlət tərəfindən pul ayırdı ki, əhalinin sayını keçirsə ki, seçkidən istifadədə iştirak edəcəkdir. O pulu vermirlər, o pulu götürürlər. Müəllimlərə deyirlər ki,
hər sinifdə tapşırın müəllimə, onu gətirən valideyndən sorsun ki, evdə neçə nəfərsiz. Bu şeylə bunlar götürürlər orada statistik rəqəm hazırlayırlar və verirlər statistika komitəsi bu da açıqlama verir ki, sessizi 6 milyondur. Ya sən Allah bəla versin 6 milyon hardan aldın? Hardan aldın? 7 milyon qoyunu sən hardan alırsan? Bax indi bu daha siləcəklər. İndi baxaq bu statistikaya. Gözlə bax biz bu efirdən bu məsələni qaldırmışıq. İndi baxaq görək gələnin nə qədər azalma olacaq? 6 milyon 900. Ya sizin dediyiniz kimi məcbur qalacaqlar bu illəri əlavə bir 200 min artıracaqlar ki, bunlar bizim dediyimiz düz çıxmasın. Çünki ondan asan yox, kəsən yox. Bu rəqəmi yalan dedilər. Ya da məcbur deyəcəklər ki, 2 milyon, 3 milyon heyvan qırıldı. Ki yendisinlər o həqiqətə. Çünki artıq narahatla, qorxurlar. Çünki əvvəllər bu məsələlər qaldırılmırdı. Belə üstünə gedilmirdi. İndi artıq hamı gedir bunun üstünə ki, qardaş gəl ortalığa görüm sən 200 milyon vaksin alıbsan. 200 milyon vaksini böləndə 7-8 milyon, 14-15 milyon heyvan eli. Hanı bu heyvan? Bizim istehlak gücümüz nə qədərdir? 5 milyon. Sən elə bunun 5 milyonun şeydən gətirsən, xaricdən gətirsən. Həm diri formasına, həm kəsilmiş formasına. Bəs onda bizim özümüzdə 11-12 milyon ton ətimiz var. Bu ət onda. O deyir, pişiyim mənim 2 kilo ətimi yiyib, qoy tərəziyə deyir, bu pişik budursa, qardaş, bax, əgər pişik budursa, 2 kilo gəl. Ətin anı, bu ətsə mənim pişiyim anında. Doğru. Bu həmin şeydir. Doğru.